Təslimiyyətin fəlsəfəsinə baxsaq, məsələn, təsəvvür edin ki, biz suyuq. Su nədir? Su axır, düzdür? Məsələn, özünüzü su kimi təsəvvür edin. Siz axırsınız. Su gedir, məsələn, suyun önünə nə çıxır? Qaya çıxır. Nə bilim, böyük daşlardan ibarət maneələr çıxır, düzdür? İndi belə bir sual. Su nədir? Su deyilmi ki, burada qaya var, geri qayıdıram mən. Qayıtmır. Su orada nə bilim küsüb otururmu? Küsüb oturmur, düzdür? Su nə bilim orada qayanı deşmək üçün var gücü ilə qayaya belə çırpınıb orada deşik açmağa çalışırmı? Əslində onu da etmir. Su nədir? Bir dənə fikirləşin. Su yandan, böyürdən, altdan, üstdən keçir gedir. Yəni axışda qalmaq budur əslində. Amma o axışda qala bilməsi üçün su öncə nə idi? Su öncə təslim oldu qayaya ki, tamam, sən buradasan. Yəni o qayanı məsələn bir xəstəlik kimi görə bilərsiniz, bir maddi problem kimi görə bilərsiniz, münasibət problemi kimi, hər şeydə, yəni hər şey. O qaya ordadır. Gəldi, çarpdı. Düzdür? Suyam, gəldim, çarpdım qayaya, problemim var orada. Tamam. Amma su nə etdi? Qayadan küsmür, qayaya qarşı müqavimət göstərmir ki, sən kimsən, mənim yolumdasan, mən səni buradan aparacağam. Su geridə qayıtmır. Su təslim olur qayaya ki, sən buradasan. Nə edir? Problemi görür. Ki, burada problem var. O problemi görəndən sonra nə edirik biz? Deyirik ki, tamam, mən bu problemlə, yəni mövcud vəziyyəti qəbul edir, təslim olur.